10 ilə yaxındır ki, Bakı metropolitenində çalışıram. Hal-hazırda qatarların təmir xidmətinin, vaqonların zairə təmir sahəsindən böyük usta vəzifəsində çalışıram. Həmişə uşaq vaxtlarında metroya minəndə fikirləşirdim ki, özümə sual verirdim ki, hər gün yüz minlərlə sərnişin daşıyan bu vaqonları görəsən kimlər təmir eləyir? Heç özüm də bilməzdim ki, bir neçə ildən sonra həmin o şəxslərdən biri də mən özüm olacağam. İş günüm qatarların yoxlanılması ilə başlayır, vaqonlara baxırıq, nasazlıq varsa aradan qaldırırıq. Məqsədimiz odur ki, qatar xəttə tam saz vəziyyətdə çıxsın. Bu işdə diqqət hər şeydir. Çünki ən kiçik bir detal belə böyük fərq yarada bilər. Ona görə də hər işi tələsmədən məsuliyyətlə görürük. Hər qatar xəttə çıxanda içimdə rahatlıq olur. Çünki onun təhlükəsiz yola çıxması üçün əlimizdən gələni etmiş oluruq. Bəlkə də sərnişinlər bizi görmür, amma hər təhlükəsiz səfərin arxasında bizim əməyimiz durur. Elə bu da bizim işimizin ən böyük dəyəridir.